Əziz oğlaqlar, 15-21 dekabr sizi nə gözləyir bundan bağlı? Bu həftə məsuliyyət, planlama ön planda olacaq. İşdə səbirli, nizamlı davransanız, yaxşı nəticələr əldə edəcəksiniz. Münasibətlərdə daha ciddi yanaşmaq, etibarlı biri olduğunuzu bəlli etmək vacibdir. Sağlamlıq üçün istirahətə, yuxu rejiminə diqqət etməlisiniz. Gəlin baxaq, kartlar bizim üçün, üzümüzə gələn həftə oğlaqlar üçün nə vəd eləyir? Oğlaq bölgü. Oğlaq bölgünü üzümüzə gələn həftə nə gözləyir? Bu kart göstərir ki, hazırki vəziyyətinizdə siz narazısınız. İşiniz, münasibətləriniz, həyat tərziniz sizi tam qane etmir. Daxilinizdə dəyişiklik ehtiyacı hiss edirsiniz. İstəyirsiniz ki, həyatınızı dəyişəsiniz. Nəsə bir rəng qatasınız həyatınıza. Hal-hazırda narazısınız. Qarşıda rəsmi bir hüquqi məsələ ola bilər. Sənədlərlə, qaydalarla, nə bilim, qərarlarla bağlı ola bilər. Diqqətli yanaşmaq vacibdir. Hazırlıqlı olun. Yəni, problemlərin qarşısını ala bilərsiniz. Əgər hazırlıqlı olsanız. Çünki bu sənədlə bağlı hansısa bir problemlər ortaya çıxa bilər. Həyatınıza yeni bir insan daxil olacaq. Bu şəxs sizin üçün önəmli rol oynaya bilər. Müəyyən dəyişikliklər gətirə bilər. Yəni, əslində bu tanışlıq sizə müsbət təsir edəcək. Yəni ki, əvvəldə dediyim kimi də necə narazıydınızsa, indi bu şəxs sizin həyatınıza rəng qatmağa başlayacaq. Peşəkar inkişafda maliyyə baxımından irəliləyiş gözlənilir. Yeni imkanlar və uğur qapıları açıla bilər. Yəni, zəhmətin qarşılığını almağa yaxınsınız. Qarşıda uzun bir yol, səyahət var. Bu fiziki də ola bilər, zihni də ola bilər. Bu yol sizi daha təcrübəli, güclü edəcək. Səbir və dözümlülük vacibdir. Həyatınızda nəyinsə çatışmadığını hiss edirsiniz. Bu sevgi də ola bilər, pul da ola bilər, məqsəd də ola bilər. Bu hiss sizi düşünməyə, dəyişiklik axtarmağa vadar edir. Emosiyalarınızı nəzarətdə saxlamağınız vacibdir. Tələskən düşünülməmiş davranışlar sonradan sizdə peşmançılıq yarada bilər. Sakit qalmaq, oğlaq var, sakit qalmaq. Bu dövrdə sizin üçün doğru seçimdir. Düzdür, oğlaq üçün çətindir, amma bacardığınız qədər sakit qalın. Bu qədər.